Artıq 2016-cı ilə sayılı saatlar qaldı. Çoxları sabah əqrəblər saat 12-ni vuranda yeni il harada qeyd edəcəklərini də artıq planlaşdırıblar. Paytaxtda isə yeni il gecəsi ən böyük izdiham dənizkənarı Milli Parkda olur. Burada əsl bayram əhval-ruhiyyəsi artıq bir neçə gündür ki, hökm sürür. Bəzədilmiş yeni il ağacları yalnız balacaların yox, həm də böyüklərin diqqətini cəlb edir. Yeni ilin gəlişi ilə əlaqədar paytaxt Bakıda bayram yolkaları bəzədilib. Yolların kənarına sayrışan işıqlar vurulub. Hətta bayramın gəlişi ilə əlaqədar bir neçə gündür ki, xeyriyyə yarmarkalar da təşkil edilib. Təşkil edilən yarmarkada bayram üçün lazım olan ərzaq və oyuncaqların satışından əldə edilən pullar kimsəsiz və əlil uşaqlara yardım kimi ayrılır. Yarmarkanın isə qarşısında insan əlindən tərpənmək mümkün deyil. Böyüklü, kiçikli hər kəs üz tutmuşdu bu məkana. Bayram abu-havasının daha çox yaşandığı məkanlardan biri də Fəvvarilər meydanında yerləşən xeyriyyə yarmarkasıdır. Burada paytaxt sakinləri və qonaqlar alış-veriş etməklə yanaşı həm də əylənə bilir. Dənizkənarı Milli Park ərazisində də bayramın gəlişi ilə əlaqədar canlanma hiss olunurdu. Qurulan yolkaların ətrafında Şaxta Baba və Qarqızda balacaları sevindirir, onlarla salamlaşır və şəkil çəkdirirdilər. Bulvar ərazisində isə digər məkanlardan fərqli olaraq Şaxta Baba və Qarqızla yanaşı müxtəlif cizgi filmlərinin də qəhrəmanlarına rast gəlmək mümkün idi. Ən böyük yolka isə həmişəki kimi Azadlıq meydanında təşkil olunmuşdu. Paytaxtda ən hündür yolka məhz Azadlıq meydanında yerləşir. Yolkanın hündürlüyü təxminən 37 metrdir. Bu isə daha çox sakinlərin marağına səbəb olub. Burada demək olar əsl bayram havası yaşanır. Həmçinin paytaxt ərazisində olan bir neçə parkda da yolkalar qurulub. Elə Hüseyin Cavid parkında da. Balacalar öz valideynləri ilə parka gələrək yeni ilin atributları ilə şəkil çəkdirməkdən yorulmurdular. Azneft dairəsində yerləşən qeyri-adi yolkaların axşam saatlarında görünüşü paytaxtın qonaqları və sakinlərini heyran edirdi. Bir sözlə paytaxt sabah ölkəmizə qədəm qoyacaq yeni ili qarşılamağa tam hazırdır. Sabah axşam bulvar ərazisində təşkil olunacaq atəşfəşanlığı isə izləmək istəyən hər kəs bu məkana təşrif buyura bilər.